Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizin üçün dəyər kurslarının 11-ci sinif üçün keçirdiyi sınaq 7-nin blok sınağının tarix fənninə aid olan sualların izahatı ilə tanış edirik. Suallarımıza keçid alaq. 31-ci sualda qeyd edirik ki, uyğunluğu müəyyən edin. Toxa əkinçilik xış əkinçiliyi əvəz etdiyi Enolit dövründə yanlışdır. Tunc dövründədir. Tacirlər qrupu sənətkarlıqdan ayrıldı. Son Tunc ilk dəmir dövründə. Tacirlər qrupu sənətkarlardan ayrılıb. Bəli, bu doğru cavabdır. Digər variantlara baxın. Ulu icmanı qəbilə icması əvəz elədi. Mezolit dövründə xeyr, üst paleolit dövründə ilk şəhər mərkəzləri meydana gəldi. Orta Tunc dövründə D-də yanlışdır. Axirət dünyasına inam yarandı. Orta paleolit dövründə. Deməli, B uyğun cavabdır. 32-ci sualda hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Əsəd döyüşündə Qaraqoyunları qələbə qazanması, Teymurların Azərbaycandan qovulması. Xeyr, bu Sədr döyüşüdür. Şeyx Süneydin Şirvana hücum etməsi, 1-ci Xəlilullah və Sultan Yaqubun ittifaq olması. Cahan şahidi Sultan Yaqub deyildi. B də yanlışdır. Sultan Süleymanın Avropa yürüşləri, Səfəvi Osmanlı müharibələrinin fasilə yaranması doğru cavabdır. C doğrudur cavabdır. Şah İsmailin Şirvanşahları tabi etməsi, Şirvan bəylərbəyi meydana gəlməsi. Xeyr, bu yanlışdır. 1538-ci Təhmasib süquta uğradıqdan sonra Şirvan bəylərbəyi yarandı. Göydək Əhmədin islahatları keçirilməsi, Bayandurlu dövlətinin mərkəzləşmiş dövlətə çevrilməsi. Bu da yanlışdır. Mərkəzləşmiş dövlət olmuyor Ağqoyun dövləti. Buna görə də C uyğun cavabdır. 33-cü sualda etatizm siyasətinin mahiyyəti müəyyən edin. Azad ticarətin inkişafına mane olmaq. Xeyr, yanlışdır. Xarici kapitalın fəaliyyətini məhdudlaşdırmaq var. Dövlətin iqtisadiyyata müdaxiləsini qarşılamaq da yanlışdır. Milli burjuaziyanı möhkəmləndirmək doğru cavabdır. Deməli, burada 2 ilə 4 uyğun cavabdır. Xarici kapitalın fəaliyyətini məhdudlaşdırmaq, milli burjuaziyanı möhkəmləndirmək, 2-4 doğru cavabımız Y variantı. 34-cü sualda göstərilənlər nəticəsidir. Azərbaycan kəndlərində təbəqələşmə gücləndi. Kəndlərdə kapitalist münasibətlər formalaşmağa başladı. Təbii ki, 1870-ci ildə kəndlərin torpaqlarının satın alınması haqqında qanunda verilmişdi. Torpaqların bir hissəsinin sahibi olan kəndlər burada qolçomaqlara çevrildi və nəticədə kəndə təbəqələşmə, yəni qolçomaqlar, bir də muzlu kəndlər təbəqəsi yarandı. Buna görə də A variantı uyğun cavabdır. 35-ci suala baxsaq, 20-ci əsrin ortalarında Bakıdan Azərbaycanlıların sayının artması nəticəsində Azərbaycan SSR-nin yeni konstitusiyası qəbul edildi. Xeyr, bu əhalinin artmasına təsir göstərmir. Mərkəzi hakimiyyəti Azərbaycana qarşı repressiya tədbirləri keçirməyə başladı. Bu da yanlışdır. Moskvanın Bakının Azərbaycanın tərkibindən çıxartmaq planı pozuldu. Bəli, doğru cavabımız C variantıdır. Çünki Azərbaycanını əslində birləşdirmək istəyirdi birbaşa Moskvaya, lakin bu plan Azərbaycanlıların sayının artması ilə pusta çıxdı. Yəni, burada C uyğun cavabdır. 36-cı sualda xəritədə göstərilən dövlətlərin 17-ci əsr tarixinə aid ortaq cəhət. Xəritədə İspaniya və Fransa dövlətləri, bu deməli bu göstərdiyim ərazi İspaniya və eyni zamanda digər hissə oxunan göstərilən ərazi isə Fransanın ərazisidir. Və dənizlərdə hökmdarın uğruna mübarizə aparmışlar. Bir var, Katolik kilsəsi hakim dinidir, doğrudur. Monarxların hakimiyyəti parlament tərəfindən məhdudlaşdırılmışdır. Bu yanlışdır. Çünki bu dövrə qədər mütləq monarxiya mövcud idi. 30 illik müharibədə də iştirak ediblər. Mərkəzləşmiş dövlətin yaradılması prosesi isə 15-ci əsrin sonlarında ilə başa çatmışdır. Deməli 1-2-4 doğru cavabımız C variantında uyğundur. 37-ci sualda qeyd edilir ki, eramızın 1-ci əsrində Albaniya-Roma münasibətlərinə dair olan fikirlərdəndir. Albaniya Parfiya təhlükəsinə qarşı Roma ilə yaxınlaşdılar. Bir doğrudur. Deməli 1 var. Roma imperatoru Parfiyaya qarşı Alban və İberlərdən istifadə etmək istəyir. Düzdür. Bu Tiberinin dövrünə idi. Ona görə 1 ilə 2 uyğun cavabımız A variantında verilib. Növbəti 38-ci suala Elxani hökmdarı Qazan xanın Əbu Səidin fəaliyyəti üçün ortaq cəhət. Qızıl Ordu hökmdarlarının yürüşünün baş verməsi. Xeyr, Qızıl Ordunun yürüşləri Elxani Qazan xanın dövrünə aid deyildi, amma Əbu Səidin dövründə mövcud idi. Faktiki hakimiyyətin çobanların əlində olması da Əbu Səidə aiddir. Torpaq və vergi islahatı Qazan xana aiddir. Yerli feodalların Monqollardan asılılığının güclənməsi də deməli Monqollar Hülaki xanın dövründə idi. Deməli mərkəzi hakimiyyətə aid qiyamların baş verməsi. Məsələn Qazan xanın dövrünə onun İslam dinini qəbul etməsinə qarşı köçəri feodallar üsyan qaldı. Taycıoğlunun qiyamı məsələn göstərmək olar. Əbu Səidin dövründə də
Xorasanda, Naxçıvanda, Sultaniyədə baş vermiş döyüşləri. Yəni burada Y uyğun cavabdır. 39-cu suala baxırıq. Səfəvi dövlətinin paytaxtının Qəzvin olduğu dövrdə baş vermişdir. Deməli burada nəzərdə almaq lazımdır ki, 1555-dən deməli paytaxtı İsfahana köçürməsi 1598 olduğunu nəzərə alsaq, bu aralıqda olmalıdır. 1598-ə qədər aid olan Rus tacirlərinə güzəştli ticarət hüququnun verilməsi bu 1667 paytaxtının Qəzvin olduğu dövrə aiddir. Güzəştli ticarət hüququnun verilməsi 1-ci Təhmasibin Şərqi Anadoluya hücumu 1552 olduğuna görə düşmür. Qırım xanlarının Azərbaycan torpaqlarına hücumları Rus tacirlərinin güzəştli ticarət hüququ 1667 olduğuna görə A da uyğun deyil. Krım tatarlarının torpaqlarının hücumu olub. Məsələn, deyək ki, Molla Həsən döyüşünü burada götürmək olar. Əslində paytaxtda Qəzvin olduğu dövrə C uyğundur. Afqanların Şah Sultan Hüseyni məğlub etməsi 1722 olduğuna görə tarixə düşmür. İngiltərəyə dostluq müqaviləsi 1621 olduğuna görə düşmür. Elə C uyğun cavabdır. 40-cı sualda 16-cı əsrin əvvəllərində süqut etmiş dövlətləri müəyyən edin. Şirvanşahlar 1538, Ağqoyunlu 1503. Əslində 16-cı əsrə düşür, amma əvvəlləri tarixindən sonra. Monqol imperiyası Teymuri. Monqol 14-cü əsrdə, Teymuri 16-cı əsrin əvvəlləri. Qızıl Ordu 16-cı əsr və Səlcuq Sultanlığı 1112-ci əsr olduğuna görə düşmür. Teymuri 1507, Qızıl Ordu 1502, 16-cı əsrin əvvəllərinə düşür. Burada deməli D variantı uyğundur. Dehli Sultanlığı Böyük Moğol dövləti. Dehli Sultanlığı da məsələn deyək ki, ona görə bunu əslində Şirvanşahlar və Ağqoyunlu dövlətləri də aid ola bilər, amma daha yaxın olan variantda, yəni 15-ci əsrin əvvəllərini, yəni ilk 10 illikdə götürsək, Teymuri və Qızıl Ordu dövlətləri uyğun cavab olar. 41-ci sualda daxili bazarın qorunması məqsədilə AXC-nin gördüyü tədbirlərə aid deyil. Xaricdən gətirilən bəzi məhsullara gömrük rüsumu artırıldı. Bu aiddir. Ona görə də A-nı götürmürük. Sənaye müəssisələ birləşdirməsi keçirmir və milliləşdirilmiş sahələri keçmiş sahiblərinə qaytarır. B uyğun deyil. Aqrar islahat nəticəsində qanun qəbul edildi. Aid məhsullara gömrük rüsumu artırıldı olduğuna görə uyğun deyil. Ölkədə məhsulların azad ixracı təmin edildi. Aid olduğuna görə biz bunu götürməyəcəyik. Məhsulların azad ixracı təmin edildi. Deməli burada B ilə C uyğun cavab olar. Burada da B uyğun cavabdır. Deməli növbəti suala 42-ci suala baxırıq. Euler-Venn diaqrammasının uyğunluğu müəyyən edin. Antiterror tədbirləri nəticəsində işğaldan işğaldan azad olundu. Təbii ki, bu Xankəndidir. A gedəcək 2-yə. 10 noyabr bəyanətin imzalanması Azərbaycana qaytarıldı. Təbii ki, 20 noyabrda Ağdam rayonu ərazisidir. Qarabağın hava qapısı Füzuli rayonudur. Qarabağ iqtisadi rayonuna bunların hər üçü daxildir. Və Türkiyə birgə monitor mərkəzi, Türkiyə Rusiya ilə monitor mərkəzi deməli Ağdam şəhərində fəaliyyət göstərirdi. Bu da Y uyğundur. Deməli 1-də B, Y, 2-də A, 3-də C, 4-də D uyğun cavabımız Y variantı olur. Növbəti 43-cü suala baxaq. Deməli 43-cü sualda uyğunluğu müəyyən edin. Konferanslar 20-ci əsr. Avropa və Yaxın Şərqdə Paris Sülh Konfransı sərhədlər dəyişdi, doğrudur. Çünki Almaniyanın məğlub olması ilə Sovet Rusiyasının təzminat hüququ almırdı. Təzminat yox idi burada. Millətlər Cəmiyyəti yaradıldı, doğrudur. Vaşinqton Konfransı, Reym Təminat Paktı Vaşinqton olub 1921-22, Reym Təminat Paktı 1925 olduğuna görə A uyğun deyil. Çinin müstəqillik tanındı, doğrudur, Vaşinqtonda vardı. Almaniya 4 işğal zonasına bölündü. Bu da aid olmaz, çünki 2-ci Dünya müharibəsindən sonradır. Deməli, 1-də AC, 2-də B, doğru cavabımız D variantı olar. 44-cü sualda Qubalı Fətəli xan Azərbaycan canlı torpaqlarını tərk etməsinin səbəblərindəndir. Kərim xan Zəndin Quba və Dərbəndə hücumu xeyri yanlışdır. Bu Rusiyanın təzyiqləri buna qarşı çıxması, məsələn 1784-cü illərdə bilməşkin tutması Rusiyanın bu təzyiqlərinə qarşı olaraq geri dönməli olur. Ona görə də burada D uyğun cavabdır. 45-ci sualda erkən orta əsrlərdə paytaxt olmayan şəhəri müəyyən edin. Gəncə paytaxt idi, bir götürmürük. Məsələn Şəhidadilərin paytaxtı idi. Ərdəbil də
paytaxt şəhəri olub. Məsələn, Sacilər, Salarilərin, Rəvadilərin, Təbriz də paytaxt şəhəri olub. Marağa da Sacilər paytaxtı olub. Deməli, paytaxt olmayan 4 rəqəmi olan Bakı ərazisidir. Burada da D uyğun cavabdır. 46-cı sualda Talas vadisinin ərəblər və Çinlər arasında baş verən döyüşdə Çinlərin məğlub olması, Mərkəzi Asiyada geri çəkilmək oldular. Həmin torpaqlar ərəblər deyil, Moyonçurun başçılığı Uyğurlara sahib oldu. Deməli, Uyğurlar Çinin daxil işlərinə qarışmaq imkanını əldə etdilər. Bir doğrudur, bir var idi. Ərəblər Uyğurlar üzərinə ilk hücumu başladı, yanlışdır. Uyğurlar Mərkəzi Asiya bəzi ərazilər ələ keçirdi. 1 ilə 3 uyğundur. Tan sülaləsi Uyğurların asılılığına son qoyuldu, yanlışdır. Deməli, 1 ilə 3 uyğun cavabımız D variantında göstərilib 46-cı sualda və növbəti 47-ci suala baxırıq. 11-ci əsrin birinci yarısından fərqli olaraq, deməli, ikinci yarısında Şirvanşahlar dövrünün xarici siyasətinə aiddir. Bu da xarici siyasətə aiddir. Səlcuqlardan dostluq münasibətlərinin bərpa edilməsi. Bəli, məsələn, 12-ci əsrin birinci yarısında Səlcuqlarla Gürcülər, belə deyək ki, Səlcuqlar münasibətləri pozub Gürcülərlə yaxınlaşmışdılar. Amma ikinci yarısında Şirvanşah 1-ci Axsinan dövründə Səlcuqların dostluq münasibətləri yenidən bərpa olundu. Çünki xarici siyasətlə bağlıdır. A variantı uyğundur. Növbəti 48-ci suala baxaq. Eyni ildə baş vermiş hadisələr müəyyən edin. Səbəb Osmanlı müharibəsinin 1-ci mərhələsinin başlaması 1514 Çaldıran vuruşması ilə, Portuqalların Hörmüz limanı ələ keçirməsi 1510, Dərbəndin 1-ci İsmail tərəfindən tutulması 1510, Ağqoyun dövlətin 1-ci qolunun süqut edilməsi 1503. Deməli, 2 ilə 3 B variantı uyğun cavabdır. 49-cu sualda Osmanlı dövlətinin dağılma dövrünün başlanğıcı hesab olunur. Məlum məsələdir ki, Osmanlı dövləti durğunluq dövrünün 15-ci əsrin sonlarında 1699-cu ilə qədərdir. Sonra zəiflənmə dövrü, bir də dağılma dövrü isə Yasım müqaviləsindən sonra idi. Yəni 1791-ci ildən başlayır. Buna görə də burada B variantı uyğun cavabdır. 50-ci sualda Azərbaycan Respublikasının beynəlxalq təşkilata üzv olmasının ardıcılığını müəyyən edin. Əvvəlcə də burada təşkilatlara baxanda BMT 1992-ci ilin mart ayındadır. Avropa Şurası 2001-ci ildə. Avropa Şurası ən axırda olmalıdır. Yəni burada görürük ki, 2001-ci ildə 2 dənə variantda uyğundur. MDB 93-ün deməli sentyabr ayında olduğuna görə, məsələn BMT bundan daha əvvəl idi. Ona görə də burada doğru cavabımız D variantında göstərilibdir. BMT 92-ci ilin mart, Avropa Şurasını 2001-ci ildə, ATM 92-ci ildə, MDB 93-cü ildə. Burada D uyğun cavab olur 50-ci sualda və 51-ci suala baxaq. Növbəti 50-ci suala baxdıq və deməli 51-ci suala baxaq. Deməli 51-ci sualda burada göstərir ki, Sultan Səncəri müsəlman əhalisi arasında nüfuza düşməsinə səbəb olmuşdur. Qaraxanlı və Qəznəvilərin Səlcuq asılılığından çıxması. Deməli, Qaraxanlı və Qəznəvilərin Səlcuq asılılığından çıxması. Xeyr, bu aidliyi yoxdur. Eldənizə dövlətin asılı vəziyyətə düşməsi də buna uyğun olmaz. Bizansın Şərqi Anadoludan möhkəmlənməsi də uyğun deyil. Xasların Qüdsü ələ keçirməsi nüfuzdan düşməsinin səbəb oldu. Təbii ki, xasların Qüdsü ələ keçirməsi burada Y variantı uyğun cavabdır. Qarakitaylar tərəfindən məğlub edilməsi də olması da Y variantı uyğun cavabdır. 53-cü sualda Sallarilər dövlətinin zəiflənməsi nəticəsini müəyyən edin. Müstəqil Dəbil əmirliyi yarandı 951, 1 uyğundur. Əbülhicə Ərdəbil ələ keçirdi, 2 də uyğundur. Slavyanların yürüşləri 9-cu əsrin sonlarındadır, olmaz. Yusif ibn Əbu Saad xərac vermədən imtina etdi. Bu dövrdə Sallarilər dövləti ilə mövcud deyildi. 1 ilə 2 uyğundur. 54-cü sualda xəritədə göstərilən xanlığın 19-cu əsrin əvvəlləri tarixinə aiddir. Təbii ki, burada Lənkəran xanlığından söhbət gedir. Quba xanlığının asılı vəziyyətdə idi. Xeyr, 1789-cu ildə asılıqdan çıxmışdı. Bir yanlışdır. Zubovun tərəfindən, General Zubov tərəfindən işğal edilmişdi. Bu da aid olmaz. Georgievs müqaviləsini imzalayan xanlıqlardan idi. Bəli, Quba və Lənkəran xanlığı 3 var. 1-ci Rusiya, Qacar müharibəsi Rusiyaya meyil göstərirdi. 4 doğrudur. Türkmənçay müqaviləsi imzalanması nəticəsində ləğv edildi. Xeyr,
Türkmənçay müqaviləsinin əvvəl ləğv olunmuşdur. Məsələn 1826-cı ildə. Ona görə də burada 3 ilə 4 uyğun cavab olar 54-cü sualda və növbəti 55-ci suala baxaq. Xronoloji ardıcılığı müəyyən edin. Bloklara qoşulmayan hərəkatın yaradılması oldu 1961-ci ildə. NATO'nun yaranması 1900 deməli 49-cu ildə olub. Antantanın yaradılması 1907-də başa çatıb. 7-ci ildə başa çatıb. Osmanlıya qarşı Balkan İttifaqının yaradılması 1912-13-cü illərdə olan hadisələrlə bağlıdır. Deməli burada əvvəlcə olmalıdır. Deməli 3, 4, 3, 4, 2, 1 olmalıdır. 3, 4, 2, 1 uyğun xronoloji ardıcılığı 3, 4, 3, 4 deməli 2, 1 uyğun cavab olar. 56-cı sual Sparta şəhərinin eradan əvvəl 6-5-ci əsrlər tarixinə aid deyil. Afina və müttəfiqlər üzrə qələbə qazanmışdı. Məsələn 431-404-cü illər 5-ci əsrə aiddir. Fermopil döyüşündə məğlub olaraq müstəqilliyi itirdi. Xeyr, məğlub oldu amma müstəqilliyini itirmədi. 2 yanlışdır. Makedoniya işğal nəticəsində daxil idarəçiliyini qorudu. Qaradəniz sahillərinə deməli bu doğru olduğuna görə 3. Daxili idarəçiliyini qorudu. Bu da var idi. Qaradənizdə sayılan koloniyalar qurdu. Əslində koloniyalar deməli Spartada koloniyalar qurmamışdı. Yanlışdır. Deməli 2 ilə 4 uyğun olmayan cavab 2 ilə 4 olar. 57-ci sualda uyğunluğu müəyyən edin. Məşrutə Xiyabani və 21 Azər hərəkatı. Bunları uyğunlaşdıraq. SSR qoşunların Cənubi Azərbaycanda olması milli qüvvələrin fəaliyyətinə təkan verirdi. Təbii ki, bu 21 Azər hərəkatı idi. A bəndi 3-ə. Qacarlar sülaləsinin hakimiyyətdən devrilməsi ilə nəticələndi. Bu yanlışdır. Bu heç birinə aid deyil. Tehrandakı Azərbaycan nümayəndələrinin dağılması silahlı üsyana baş vermişdi. Təbii ki, məşrutə hərəkatına aiddir. C belə gedəcək. Əsas məqsəd deməli Mustafa Kemal Paşanın hərbi yardım təklifini qəbul etməmişdi. Təbii ki, Şeyx Məhəmməd Xiyabani qəbul etməmişdi. Y bəndi gedəcək deməli 2-yə. Əsas məqsəd Cənubi Azərbaycan müstəqil dövlətin yaranması. Bu İranın tərkibində muxtariyyət verilməsini istəyirdi. Bu da yanlışdır. Deməli 1-də C, 2-də Y, 3-də A doğru cavab.